Salam, hər vaxtınız xeyirli olsun. Bu videoda fiqura ədədəlaqələri ilə bağlı belə bir sualın izahını vermiş olacağım. Biz diqqətlə baxsaq, burada 32 ilə buradakı 9-dan bu 4-ü almalıyıq. Biz buradakı ədədin rəqəmlərin kvadratları cəminə baxsaq, yəni 3-ün kvadratı 9, buradakı 2-nin kvadratı 4 edir. Və biz bunları toplasaq 13 alırıq və bu 13-dən də buradakı 9-u çıxsaq, buradakı 4-ü alırıq. Eyni zamanda burada yoxlayaq. 4-ün kvadratı 16, 1-in kvadratı 1 edir. Bunların cəmi bizə verir 17-ni və bu 17-dən də buradakı 5-i çıxacam, buradakı 12-ni alacam. Eyni zamanda burada 5-in kvadratı 25, 2-nin kvadratı 4. Bunların cəmi bizə verir 29-u. 29-dan da bu 8-i çıxıram və buradakı 21-i almış oluram. Yəni sualımızın doğru cavabı E variantı olmuş olur. Instagram səhifəmizi, YouTube kanalımızı izləməyi unutmayın.